Uşaqlar, bu videoda mövzumuz 5-ci sinif ingilis dili böyük summativ qiymətləndirmə bir nümunəsidir və deyir to be fe'linin düzgün formasını seçin. Zeycəmdə olduğuna görə biz burada nə seçirik? Are seçirik. Düzgün WH word, yəni ki, sual sözü demək istəyir. Old are you? How old are you? Aysun is my friend. Personal pronoun. Şəxs əvəzi istəyir. Aysun mənim dostumdur. O çox mehribandır. Kim? Aysun. She. Düzgün şəxsi məlumat verilən cümlə. I is olmaz. My name belə bir cümlə quruluşu olmaz. I am 10 years old düzgündür. I have 10 years old olmaz. Düzgün cümlə. Stilt house haqqında düzgün cümlə. Stilt house haqqında siz dərslikdə keçmişsiniz. Artıq bilirsiniz ki, dirəklər üzərində tikilmiş çubuqlar, yəni üzərində tikilmiş evdir. A stilt house is built on two tall wooden poles. Bəli. Bəli, a stilt house has no walls, divarları yoxdur, olmaz. Damı barədə bir məlumat verilməmişdir. Is underground, yerin altında da bir şey yoxdur. Düzgün cəmdə olan cümlə, the children. Nationality, milliyyət, Azərbaycan ölkə adıdır. Table, stol, Turkish and English, uşaqlar ikisi də milliyyət adı bildirə bilir. Turkish, Türk. Yəqin ki, bu test verilsəsə, orada müəlliminiz burada sözlərdən birini silər, yəni milliyyət adı verən sözlərdən birini silərək hissə təqdim edər və ya izah edər ki, iki dənə düzgün variant var. Düzgün inkar cümlə istəyir. They ilə does olmaz. They do not have B variantı. Have fe'linin düzgün forması. We have. Why is family important? Nəyə görə ailə vacibdir? Because they help and support you. Çünki köməkdir və səni dəstəkləyirlər, bəli, ona görə. Because they build houses. Onlar ev tikirlər, xeyr. Because they teach English. Çünki ingiliscəni öyrədirlər, xeyr. Because they buy furniture. Mebel alırlar, xeyr. Düzgün cümlə istəyir. English is a global language. Düzgün qısa cavab istəyir. Uşaqlar üçün qısa cavablar necə olur? Hansı sözlə verilibsə sual, ondan da cavab veriləcək qısa cavab. Do you have a pen? Does olmaz. Yes, I. Və you şəxs əvəzi ilə verilən sualların cavabı I və ya we ilə verilər. Yes, I do. Uyğunlaşdıraq sözləri açıqlamasına, onların mənasına, yəni hansı sözlər hansı məna verir? Special, xüsusi deməkdir, adi olmayan, not ordinary or usual. Awesome, çox gözəl. Extremely well, excellently. Place, particular region, location, yer deməkdir. Special, baxaq, 1 C, 2 A, yəni B variantı. Mətn oxuyun və suallara cavab verin. I'm Thomas. Mən Thomasam. I'm from Mexico. Meksikalıyam. I have a lot of foreign friends. Mənim çoxlu xarici dostlarım var. Their names are Maria, Adriana and Jack. Onların adları Maria, Adriana və Jack'dir. Maria is 11 years old. Maria'nın 11 yaşı var. She lives in the United States of America. O, Amerika Birləşmiş Ştatlarında yaşayır. She's American. O, Amerikalıdır. Her favorite things are the internet and her cell phone. Onun üçün sevimli şeylər internet və onun telefonudur. Adriana is 12 years old. Adriana'nın 12 yaşı var. She's from Brazil. O, Braziliyalıdır. Braziliyadandır. Her favorite things are food and friends. Onun üçün sevimli şeylər yemək və dostlarıdır. Jack is 14 years old. Jack'in 14 yaşı var. He lives in the United Kingdom. O, Birləşmiş Krallıqda yaşayır. He's English.
O ingilisdir. His favorite things are sports and friends. Onun sevimli şeyləri idman və dostlarıdır. I love all my friends. Mən bütün dostlarımı sevirəm. They all are kind, honest and friendly. Onlar hamısı mehriban, dürüst və dostcanlıdırlar. Düzgün variant. Maria is 14 years old. Maria'nın 14 yaşı var. Xeyr, Maria'nın 11 yaşı var. Jack likes the internet and the cell phone. Jack interneti və mobil telefon xoşlayır. Xeyr, Jack idmanı və dostlarını xoşlayır. Adriana is Brazilian. Adriana Braziliyalıdır. Bəli. She's from Brazil. Thomas has no friends, no foreign friends. Thomas'ın xarici dostları yoxdur, var ama. Whose favorite things are sports and friends? Deyir, kimin sevimli şeyi idmandır və dostlarıdır? Jack'in. Baxın, burada yazılıb. Jack, his favorite things. Aha. What does the underline word they refer to? They hansı sözə aiddir? Altına xətt çəkilmiş. They axtaraq, görək, harada var. Şolar, burada silək görək. Yoxdur axı. Altına xətt çəkilmiş. Yəqin burada bunu deyir. Bunu demək istəyir ki, bunun altına xətt çəkilib. Söhbət nədən gedir? Görək variantlarda verilibmi? Bəli. Özündən əvvəlki cümlədə olan, cəmdə olan isim olmalıdır. They cəmdədir axı, ona görə friends olacaq. What is the synonym to the word favorite? Favorite, sevimli sözünün sinonimi nədir? Lovely, sevimli. Kind, mehriban deməkdir. Friendly, dostcanlı deməkdir. Və videonu bəyənin uşaqlar, kanala abunə olun ki, xəbərdar olasınız növbəti videolardan. Bu, səhv eləmirəmsə, A variantı idi, digər variantı da paylaşacağım. İzləmədə qalın və dostlarınız, yoldaşlarınız arasında paylaşın ki, daha çox izlənsin. Sağ olun.